Bəziləri deyir işimizi əlimizdən alacaq, Hə, bu çox müzakirə olunan bir mövzudur indi. düzdür. Bəziləri də deyir ki, yox, əşi, onsuz gündəlik həyatımı təsəvvür edə bilmirəm artıq. Bəli, söhbət hamımızın, demək olar ki, dilində əzbər olan suni intellekt alətlərindən gedir. 1 və 0-a xoş gəlmisiniz. Bugünkü mövzumuz ChatGPT həyatımı asanlaşdırdı. Necə? Bax, bu suala cavab axtaracağıq. Sənin üçün deməli, fərqli mənbələri gözdən keçirdik. Bəli, xeyli material var idi. Müxtəlif məqalələr, insanların şəxsi təcrübələri, bloq yazıları. Hətta Reddit kimi forumlardakı müzakirələrə də baxdıq. Yəni, real insanların real fikirləri. Aynən. Məqsədimiz də odur ki, baxaq görək bu populyar suni intellekt aləti, yəni ChatGPT, həqiqətən də gündəlik həyatı, işi, təhsili necə dəyişdirir, praktikada necə işə yarayır. Gəl, birlikdə anlamağa çalışaq. İnsanlar bu texnologiyadan hansı, belə deyək, yaradıcı və effektiv üsullarla faydalanır? Başlamazdan əvvəl bir şeyi vurğulamaq istərdim. Məncə vacibdir. Mənbələrdə də bu fikir önə çıxır. ChatGPT özlüyündə nə yaxşıdır, nə də pis. O, sadəcə bir alətdir. Yəni, çəkic kimi bir şey, onunla evdə tikə bilərsən, dağda da bilərsən. Tamamilə doğru. Onun təsiri, faydası və ya zərəri tamamilə bizim ondan necə istifadə etməyimizdən asılıdır. Və mənbələr göstərir ki, istifadə sahələri həqiqətən çox genişdir. Bəsit gündəlik tapşırıqlardan tutmuş, daha dərin, fərdi axtarışlara qədər. Elə isə gəl gündəlik həyatdakı təsirlərdən başlayaq. Mənbələrdə çox maraqlı praktik nümunələr var idi. Məsələn, bir istifadəçi yazır ki, spesifik kriteriyalara uyğun yaşayış yeri axtarırmış. Nə kimi kriteriyalar? Deyək ki, ucuz torpaq olsun, iqlimi sərin olsun, bir də meşəlik əraziyə yaxın olsun. İndi bunu Google-da axtarmaq bilirsiniz də nə qədər vaxt apara bilər. Hə, saltlarla axtarış edərsən, yüzlərlə linkə baxarsan. Dəqiq. Amma o, ChatGPT-yə müraciət edib və çox qısa zamanda potensial variantların bir siyahısını alıb. Bu, çox konkret bir faydadır. Bəli, bu çox yaxşı nümunədir. Vaxta qənaət baxımından. Başqa bir misal da var idi, səhv etmirəmsə, səyahətlə bağlı. Hə, Helsinkiyə səyahət edən biri idi. Deyir ki, şəhər mərkəzinə yaxın, amma eyni zamanda təbiət qoynunda gəzinti marşrutu istəyirmiş, bunu da ChatGPT-dən soruşub və uyğun variantlar tapıb. Görürsən, bunlar ilk baxışda bəlkə də kiçik görünür. Amma gündəlik həyatda çox kömək edir. İnformasiya axtarışına inanılmaz dərəcədə sürətləndirir. Elədir. Amma təkcə informasiya axtarışı deyil deyəsən. Fərdi tövsiyələr üçün də istifadə edirlər. Əlbəttə. Mənbələr bunu da göstərir. Məsələn, sənin zövqünə uyğun film və ya kitab siyahıları hazırlamasını istəyə bilərsən. Və ya hədiyyə seçimi. Büdcəni, kimə alınacağını deyirsən, o da ideyalar verir. Bəli, bəli. Bunlar nisbətən daha çox bilinən istifadələrdir. Amma daha da maraqlısı, bəzi Reddit istifadəçilərinin təcrübələri idi. Onlar tamam başqa səviyyəyə qaldırıblar işi. Necə yəni? Nə edirlər ki? ChatGPT ilə fəlsəfi dialoqlar qururlar. Məsələn, öz şəxsi dəyərlərini daha yaxşı anlamaq üçün ona suallar verirlər, müzakirə edirlər. Doğrudan. Bu çox maraqlıdır. Yəni, bir növ düşüncə partnyoru kimi. Tam olaraq. Hətta bəziləri yazır ki, çətin bir qərar verməzdən əvvəl, məsələn, fərqli filosofların, deyək ki, Sokratın və ya Kantın bu vəziyyətə necə yanaşacağını soruşurlar, fərqli perspektivlər əldə etmək üçün. Wow, bu artıq sadəcə məlumat tapmaq deyil, həqiqətən də dərin düşüncə prosesinə bir təkan verməkdir. Bəli, bu göstərir ki, insanlar bu aləti çox fərqli və gözlənilməz formalarda işə yaradırlar. Yaradıcıları üçün, deyəsən, çox faydalıdır. Elədir. Mənbələrdə buna dair çoxlu nümunə var idi. Bloq yazısı üçün ideyalar vermək, mövzu tapmaq. İlkin mətin qaralamalarını hazırlamaq, sosial media üçün başlıqlar fikirləşmək, hətta kitabına uyğun sitat tapmaqda belə kömək istəyənlər var idi. Bəli, bir yazıcı hətta kitabının üz qabığı üçün konseptual dizayn ideyaları almaq məqsədi ilə istifadə etdiyini yazmışdı. Yəni, yaradıcılıq prosesinin müxtəlif mərhələlərində köməkçi ola bilir. Görünür ki, ilham pərisi rolunu da oynaya bilir bəzən. Müəyyən mənada bəli, amma təkcə yaradıcı sahələrdə deyil. Daha strukturlaşdırılmış peşəkar mühitlərdə də çox konkret faydalar ortaya çıxır. Məsələn, insan resursları, yəni HR departamentləri üçün. Aha, HR üçün necə istifadə olunur? Maraqlıdır. Məsələn,
İşçilərin və ya namizədlərin tez-tez verdiyi suallara standart cavabları avtomatlaşdırmaq üçün istifadə edə bilərlər. Bu, HR mütəxəssislərinin vaxtını xeyli azad edər. Dəqiq. Sonra çoxsaylı sivillər gələndə onların ilkin təhlilinə aparmaq, tələblərə uyğun olanları seçmək üçün. Yəni, ilkin süzgəc rolunu oynayır. Bəli, hətta işə qəbul prosesində müsahibə üçün spesifik suallar hazırlamaqda da kömək edə bilər. Bu, doğrudan da prosesi asanlaşdıra bilər. Bəs başqa peşələr? Proqramçılar məsələn. Proqramçılar üçün də ciddi bir köməkçidir. Kod yazmaqda yardımcı ola bilir. Müəyyən funksiyalar üçün kod nümunələri təqdim edir. Səhvləri tapmaqda da deyəsən kömək edir. Debugging deyirlər ona. Bəli, debugging prosesində çox faydalıdır. Kodda səhvləri tapıb düzəltmək üçün təkliflər verir və texniki sənədləşdirməni hazırlamaqda da işi yüngülləşdirir. Verilənlər analitikləri necə? Onların işi daha çox rəqəmlər və məlumatlarladır. Onlar üçün də tətbiqləri var. Məsələn, mürəkkəb məlumat bazalarından lazımi informasiyanı çəkmək üçün SQL sorğuları yazmaqda kömək edir və ya analiz nəticələrinə əsaslanan hesabatların ilkin strukturunu, xülasəsini hazırlamaqda. Yəni, demək olar ki, bir çox peşəkar sahədə rutin, vaxtaparan işləri avtomatlaşdıraraq mütəxəssislərə daha strateji, daha analitik düşüncə tələb edən işlərə fokuslanmaq imkanı verir. Tamamilə doğrudur. Məqsəd də budur əslində. İnsanı əvəz etmək yox, ona kömək etmək. Gələk təhsil və tədqiqat sahəsinə. Burada vəziyyət necədir? Mənbələrdə bu barədə nə deyilir? Tələbələr istifadə edirmi? Bəli, tələbələr arasında da populyardır. Məsələn, imtahanlara hazırlaşmaq üçün öz tədris proqramlarına və öyrənmə tərzlərinə uyğun fərdi öyrənmə planları, bir növ bələdçilər yaradırlar. Maraqlıdır, yəni mənə bu mövzuları bu qədər vaxtda öyrənmək üçün plan qur kimi? Təxminən elə. Və ya mürəkkəb elmi konsepsiyaları, nəzəriyyələri daha sadə, anlaşılan dildə izah etməsini istəyirlər. Xülasələr hazırlayırlar. Hətta esse yazmaqda plan qurmaq üçün də istifadə edə bilərlər yəqin. Bəli, struktur qurulaq, arqumentləri sıralamaq üçün kömək ala bilərlər. Amma təbii ki, essenin özünü ona yazdırmaq başqa məsələdir. O artıq akademik dürüstlük problemləri yaradır. Aydındır. Bəs tədqiqatçılar? Onların işi onsuz da məlumat toplamaq, analiz etməkdir. Onlara necə kömək edir? Tədqiqatçılar üçün də potensialı böyükdür. Ən əsas faydalarından biri geniş ədəbiyyat icmalı aparmaqda kömək etməsidir. Yəni, mövzu ilə bağlı onlarla, bəlkə yüzlərlə məqaləni oxuyub ümumiləşdirmək yerinə? Bəli, o məqalələrin əsas fikirlərini, arqumentlərini qısa zamanda çıxarıb ümumiləşdirməkdə yardımcı ola bilər. Bu, tədqiqatın başlanğıc mərhələsində çox vaxt aparan bir işdir. Həqiqətən, başqa nə kimi faydaları var tədqiqatçılar üçün? Tədqiqat işinin strukturunu qurmaqda, metodologiya bölməsini yazmaqda ilkin fikirlər verə bilər. Məlumatları vizuallaşdırmaq üçün ideyalar təklif edə bilər. Yəni, tədqiqat prosesini xeyli səmərəli edə bilər. Potensial olaraq edə bilər, bəli. Amma burada artıq gəlib çatırıq məsələnin digər tərəfinə. Bütün bu müsbət cəhətlərlə yanaşı ciddi məhdudiyyətlər də var. Və mənbələr də bu barədə israrla xəbərdarlıq edir. Bunları nəzərə almamaq olmaz. Elədir, göz yumulu yanaşmaq olmaz heç bir texnologiyaya. Hansı məhdudiyyətlər daha çox vurğulanır mənbələrdə? Nələrə diqqət etmək lazımdır? Bax, ən əsas və ən çox təkrarlanan məsələ CGTP-nin verdiyi məlumatın dəqiqliyi ilə bağlıdır. Bu çox önəmlidir. Yəni, həmişə doğru məlumat vermir. Bəli, o bəzən köhnəlmiş, natamam və ya hətta tamamilə yanlış, uydurma informasiya təqdim edə bilər. Çünki onun biliyi öyrədildiyi məlumat bazası ilə məhduddur və bu bazada müəyyən bir tarixə qədər olan məlumatları əhatə edir. Yəni, real zamanda hər şeyi yoxlaya bilmir. Dəqiq. Və ən əsası onun tənqidi düşüncə qabiliyyəti, faktları yoxlama mexanizmi yoxdur. Ona görə də ondan alınan hər hansı bir faktiki məlumatı, istər statistik rəqəm olsun, istər tarixi hadisə, istərsə də elmi bir fakt, mütləq və mütləq etibarlı ilkin mənbələrlə yoxlamaq, üzləşdirmək şərtdir. Ona kör-korana inanmaq olmaz. Bu çox vacib xəbərdarlıqdır. Başqa nə kimi məhdudiyyətlər var? İkincisi, bu alət insan kimi düşünmür və insan dilinin incəliklərini tam qavramır. Məsələn, konteksti, alt mətni, kinayəni, ironiyanı və ya emosional çalarları anlamaqda çox vaxt çətinlik çəkir. Yəni, zərafatı başa düşməyə bilər və ya cümlənin əsl mənasını tutmaya bilər. Aynən. Ona görə də onun yazdığı mətnlər bəzən biraz ruhsuz, qeyri-təbii, həddən artıq formal və ya robot kimi səslənə bilər. İnsan ünsiyyətinin o canlılığını, nüanslarını vermir. Anladım. Başqa nəsə var? Bəli,
Bir də bəzi istifadəçilər, xüsusilə uzun söhbətlər zamanı, onun əvvəlki məlumatları, konteksti unutması problemi ilə qarşılaşdıqlarını bildirirlər Redditdə. Yəni söhbətin əvvəlində deyilən bir şeyi sonradan nəzərə almaya bilər. Yaddaşının dolması kimi bir şey. Tam elə olmasa da bənzər bir problem. Kontekstdən qopmalar ola bilir. Ona görə də ümumiləşdirsək, ChatGPT-yə hər şeyi bilən bir müdrik kimi yox, daha çox bacarıqlı, amma bəzən səhv edə bilən, məhdudiyyətləri olan bir köməkçi kimi yanaşmaq lazımdır. İnsan mühakiməsini, tənqidi təfəkkürü heç vaxt kənara qoymaq olmaz. Çox aydın oldu. Deməli, potensialı böyükdür, amma ehtiyatlı və şuurlu istifadə tələb edir. Beləliklə, sənin üçün topladığımız bütün bu mənbələrdən, məqalələrdən, təcrübələrdən, müzakirələrdən çıxan nəticə odur ki, ChatGPT həqiqətən də çox şaxəli, çox potensiallı bir alətdir. Gündəlik həyatı planlamaqdan tutmuş, Yaşayış yeri tapmaq, səyahət planlamaq kimi. bəli, oradan işdə məhsuldarlığı artırmağa, yeni ideyalar yaratmağa, Kod yazmağa, hesabat hazırlamağa. təhsildə yeni öyrənmə üsulları tapmağa, hətta şəxsi düşüncələri, dəyərləri araşdırmağa qədər çox geniş bir sahədə faydalı ola bilir. Həqiqətən də. Tətbiq sahələri çoxdur. Amma bütün bunların açar məqamı, sənin də vurğuladığın kimi onun imkanlarını və eyni zamanda məhdudiyyətlərini bilərək ona şuurlu və tənqidə yanaşma ilə istifadə etməkdir. Alətə nəzarət bizdə olmalıdır, əksinə yox. İstərdim bir sual üzərində düşünmək üçün. Buyur, maraqlıdır. Bax, bu cür güclü süni intellekt alətləri həyatımızın bir çox sahəsini getdikcə daha çox asanlaşdırarkən və sürətləndirərkən biz, yəni insanlar, öz fundamental insani bacarıqlarımızı, tənqidi düşünmə qabiliyyətimizi, problem həll etmə vərdişlərimizi, dərin analiz etmə bacarığımızı, hətta yaradıcılığımızı necə qoruyub saxlamalı və inkişaf etdirməliyik? Çox yerində bir sualdır. Texnologiya rahatlıq gətirir, amma bu rahatlıq bizi tənbəlləşdirməməlidir, eləmi? Dəqiq. Sual budur. Bu alətlərə həddən artıq güvənərək, onlardan asılı vəziyyətə düşmədən, onlardan bir təkanverici qüvvə kimi, bir köməkçi kimi necə istifadə edə bilərik ki, həm işimiz asanlaşsın, həm məhsuldarlığımız artsın, həm də özümüz, öz düşüncə qabiliyyətimiz passivləşməsin, geriləməsin. Bu balans nöqtəsini necə tapmaq olar? Məncə bu, gələcəkdə hər birimizin üzərində düşünməli olduğu çox vacib bir sualdır. Bu barədə düşünməyə dəyər, hə?